Panteizm. Rahib Bland Məzhəblər, Azğınlıqlar və sair lüğəti adlı əsərində panteistləri Tanrının hər şeyin isə Tanrı olduğuna inananlar kimi təqdim edir. Təmsil edilən fikirlərin qətliliyi ilə tutarlılığı, onları ifadə edən kəlmə və sözlərin dəyərləri vasitəsilə bizə çatırsa, Tanrı hər şey isə Tanrıdır cümləsinin heç bir qiyməti yoxdur. Tanrını yaşayan fərd simasında verən, görən, hiss edən, arzuları, xoşbəxtlikləri, bədbəxtlikləri olan canlılarla eyniləşdirdiyimiz müddətcə nə onu və ona aid etdiyimiz ifadələri başa düşə bilərik, nə də bu iki cümləni bir qazanda bişirib ortaya mənalı fikir çıxara bilərik. Əgər beynimiz bir şeyə inanmağı seçibsə, digərini məcburi olaraq kənarlaşdırır və ya tam əksini edir. Ona görə də bir-birindən çox fərqli iki heyvandan damazlıq olmayacağı kimi, Tanrını şəxs və ya onun oxşar forması olaraq düşünüb, başqa şeyləri Tanrı kimi görməyimiz də mümkünsüzdür. Səhv etmirəmsə, tutarsız fikirlərin səmərə verməməsi, bir-birindən fərqli cins və irqdən olan bitkilərin, heyvanların bir-birinə qarşı qısır qalmamasının təməlində də eyni məntiq yatır. Çünki fikirlər də bir-biri ilə uyğunluq təşkil etməyən fərqli düşüncələrin eyni qazana tökülüb, məna tamlığı yaratmaması nəticəsində qısırlıq dövriyyəsinə girir. Həyat və vərdiş adlı əsərdə həmin mövzu haqqında danışdığım üçün burada üzərindən ötəri keçəcəm. Eyni şəkildə ruh adı verdiyimiz görünməz varlıq tərəfindən canlandırılan, sərhədləri olan konkret mövcudiyyəti, yəni şəxsi Tanrı ilə bir tutmağımız mümkün deyil. Tanrını ona yüklədiyimiz mənaların heç biri ilə uzlaşmayan, şəxs kəlməsi kimi xəyal etməyimizi istəyən düşüncə tərzi ateist yanaşmadır və bu Tanrı sözünün mənasız, reallıqdan uzaq, əslində mövcud olmayan açıqlamaya çevirir. Düşüncələrimiz orqanlarımız kimidir. Dəyişikliklər ləng və qəbul edilən ölçüdə olduğu müddətcə həyatımızın böyük bir hissəsinə yayılırlar. Amma qəfil və şiddətli olduqda nəzarətdən çıxa bilərlər. Hər şeyi Tanrı ilə uyğunlaşdırıb, onu şəxs şəklində xəyal etdikdə, Tanrının da eyni xüsusiyyətlərə, bacarıq və sərhədlərə sahib olduğuna işarə edirik. Yenə eyni şəkildə hər şeyi bir şəxs kimi dəyərləndirə bilmərik. Hər şey yer kürəsi və xaricində mövcud olan hər şey deməkdir və belə şəxsin var olmadığını hamımız bilirik. Şəxslər dedikdə ət sümüyü və qandan əmələ gələn insanları nəzərdə tuturuq. Bəzən konseptimizi bitki və heyvanları da ehtiva edəcək miqyasda böyüdə bilərik. Amma indiyə qədər bunu etməmişik. Ümidvaram edəcəyimiz günlər də gələcək. Aşağıda bitki və heyvanlar ilə əlaqəli hər hansı mövzu yer almayacaq. Fərdi olaraq haqqında danışacağımız tək reallıq yaşayan canlı bədənlərdir. Bu bədənlər konkretdir, müəyyən sərhədlər yaxud gözün görə bildiyi bəzi sərhədli ölçülərdən yaranırlar. Bu qəti sərhədlərə bizim ruh və ya can dediyimiz konkretlik tərəfindən həyat verilir. Hər insan fərd olmalıdır. Belə ki, ruhunun maska kimi daşıdığı bədənlə ona həmin enerjini verən gücün hisslərini danışaraq, sözlərə çevirərək xarakterə dönməlidir. Bütün tərəfləri ilə mövcud olmalıdır. Ancaq hər şey canlı deyil. Bitki və heyvanların insanlar tərəfindən şəxs olaraq xatırlanması üçün məqbul səbəblər var. Bütün heyvan və bitkiləri şəxs hesab edə bilərik. Ağaclara isə hər bir tumurcuğu ayrı canlı olan və alt şəxsiyyətlərdən əmələ gələn kürənin izahı kimi baxa bilərik. Bu nümunələri artıra bilərik və artıracağımıza da ümid edirəm. Belə ki, nümunələr çoxaldıqca fikirlərimiz bu vəziyyəti daha asan qavrayıb qəbul edəcək. Bütün heyvanların, bitkilərin görünməyən tək və sonsuz çıxıntı tərəfindən birləşdirildiyini düşünsək, yaşayan hər canlının məlum ağacvari quruluşdakı yerini tutub şəxsə çevrildiyini fərz edə bilərik.
Ancaq okeanları, qitələri və ya havanı şəxsin bir parçası kimi təhlil edə bilmərik. Bunları sadəcə onun həyatını formalaşdıran davranışlar kimi dəyərləndirmək olar. Bu sualı bizə vermək ona bənzəyir ki, elə bil içində 3 yapon balığı üzən su dolu qabı həmin balıqların bir parçası kimi görməyimiz arzulanır. Bu fiziki cəhətdən mümkünsüzdür. Yapon balıqlarını bir ailə kimi görürük. Valideynlərinin xüsusiyyətlərini daşıyaraq yaranıblar. Buna görə biri digərinin qalığıdır. Yapon balıqları soyadlarının fərdidir. Eynilə bir ağacın budaqları və tumurcuqları kimi. Amma heç bir xəyal gücü, çanaq və suyun şəxsiyyəti olduğunu deməyimiz üçün kifayət etmir. Çünki şəxsiyyət əsl cansız varlıqlara yüklənmir. Bu səbəbdən Tanrı hər şey isə Tanrıdır deyən təlim hər şeyi canlı varlıq yaxud Tanrını cansız varlıq kimi təhlil etməyimizə yol açır ki, bunlar da mümkün deyil. Cənab Blantın daha əvvəl qeyd etdiyim məqaləsinə davam etsək, Linus Stobaeus tərəfindən günümüzə gəlib çatmış bir fraqmentdə sonralar Spinoza tərəfindən mənimsənilmiş anlayışı ifadə edir. Hər şeyi vahid güc idarə edir, hər şeyin bir nizam içindədir və hər parça bütündür. Parçaları meydana gətirən tək bütün var. Sonda bu parçalar yenə bir bütünə, müxtəlifliyin birliyinə çevriləcək. Tələbəsi Orfeus bundan başqa heç nə qeyd etmir. Orfik fəlsəfəsində usta olan Pifaqorun fikrincə, dünyanın ruhu bütünün içindəki parçalara nüfuz etmiş ilahi gücdür və Adəm övladının ruhu bu gücdən sızaraq yaranıb. Dünyada bu sonsuz ağlın, Tanrının qəti əksidir. John Scott Eriugena təliminə görə bütün Tanrıdır, Tanrı bütündür. Çempiakslu William 200 il sonra bu təlimi davam etdirib. Bütün fərdiyyətçiliklər vahid bütünün içindədir və növlər onun əhəmiyyətsiz qəzaları, keçici xüsusiyyətləridir. Benali Amalrik və Dinantlı David ortaya qüsursuz panteizm nəzəriyyəsi atmışdılar. Amalrikin fikrinə görə bütün Tanrıdır və Tanrı bütündür. Yaradan və yaradılanlar tək bədəndir. Düşüncələr eyni zamanda həm yaradıcı, həm də yaradılandır. Tərəfli və tərəfsizdir. Tanrı hər şeyin sonudur və hər şey nəhayətdə ona çevriləcək. Bütün fərdlər insanlığa mənsub olduğu kimi, insanlıq da tək bir əbədi reallığa aiddir. Dinantlı David əlavə olaraq bunları deyib. Cismani bütünlük xəyal edin, bədən, ruh və sonsuzluq. Bu üçü əslində təkdir və eynidir. Giordano Bruno dünyanı ilahi ruha sahib nəhəng heyvan kimi ifadə edir. Dünyanın cansız olan hissəsi bu ilahin xaricindədir. Həmin səbəblə ağlımız real həyatda yuxularda olduğu kimi tutarsız şeyləri qəbul etmir. Ancaq bu əsrin əvvəllərində qəbul edilmiş təkamül nəzəriyyəsindən başqa, dünyanın tərifini nəhəng heyvan formasında vermək məntiqə uyğun deyildi. Giordano Bruno özünkündən daha qəti olan Erasmus Darwinin Buffon nəzəriyyəsini və Lamarck'i əsaslı hesab etmədiyinə görə həmin yanaşmaları fərciyyədən uzağa gedə bilməyib bu şəkli alır. Doğulma həyatın mənbəyindən yayılır, ömür isə onun davamıdır. Ölüm şüaların öz qaynağına geri qayıtması üçün vacibdir. Bu yanaşma yaxşı başlasa da mistik şəkildə sonlanır. İngilis dilindəki tərcüməsini orijinalı ilə müqayisə etməyə fürsətim olmasa da, əlimdə Giordano Bruno'nun bu mövzuda ətraflı tədqiqatları var. Spinoza Tanrıya yox, dünyaya iman gətirib. Jakobinin dediyinə görə o ateist deyil, agnostikdir. Ona görə Tanrı və kainat təkdir. Ruh və bədən, niyyət və hərəkət də eyni formada, hamısı birlikdə Tanrıya aiddir. Ümidvaram oxucularım yuxarıdakı cümlələrdə onları çaşdırmaq üçün yazılmış fikirlərə elə də əhəmiyyət verilmədiyi barədə fikirlərimə qatılar. Sözlər qul kimidir. Çox az dəyər qarşılığında onlara sahib ola və arzuladığımız kimi istifadə edə bilərik. Əlimizdə olanı isə ən yaxşı şəkildə dəyərləndirməli, israf etməməliyik.
Yuxarıda qeyd olunanların böyük qismində sözlər qısır və yetərsiz qalır. Onlar bizə impuls qazandırmaq və düşüncəni qəbul etdirmək mövzusunda əskikdir. Həmin səbəbdən ötürü bizə verilənləri anladığımız formada qəlblərə töküb, daha sonra həyat verdiyimiz üçün fikir və düşüncələrin ifadə tərzi olduqca əhəmiyyətlidir. Bu fikirlərdən yola çıxaraq başqa fikirləri yaratmaq olmur. Yaradılsa belə bu cür impulsdan uzaq və qeyri-adi fikirlər zehnimiz tərəfindən qəbul edilməyəcək. Əgər məlum düşüncələri ətraflı və yaxından tədqiq etsək, bəlkə sonda kiçik həqiqətə və ağlımızın qavrayacağı tutarlılığa rast gələ bilərik. Ancaq bu qarşılaşmadan tapdığımız problemi həll edə bilməyəcək qədər xırda dəlildir. Çətinlikləri aradan qaldırmaq üçün daha çox reallığa, tutarlı və mənalı bilgilərə ehtiyac var. Başqa cür desək, nə qədər çox reallıq varsa, o qədər az problem var. Görülən hər işin ilk mərhələləri çətin və səmərəsiz olan panteizmin gələcəkdə növbəti mərhələdə baş verəcək hadisələrin başlanğıcdakılardan daha məntiqli və anlaşılan olacağı mövzusunda israr etmək olar. Amma təəssüf ki, vəziyyət belə deyil. Cənab Blantın məqaləsi üzərində apardığımız araşdırmalar əsnasında sonrakı panteistlərin əvvəlkilərdən 100 dəfə daha mürəkkəb olduğunu gördüm. Kantı, Schellingi, Fichte və Hegeli oxuyarkən özümüzü bataqlığın içində ümidsizcə çabalayan adamlarla üz-üzə qalmış kimi hiss edirik. Danışdıqlarını başa düşmürük, onların da bir-birini anladığına şübhə edirik və nəticədə onları oxumaqdan başqa şansımız olmur. Növbəti hissədə ilk panteistlərin mübarizələri və niyə səhv etmələrindən danışacağam.